Hər vaxtınız xeyir olsun gənclər. Yeni bir pul qazanma videomuzda hər birinizi xoş gördük. Uzun bir aradan sonra yeni bir pul qazanma üsulu ilə qarşınızdayım. Düşündüm ki, son zamanlarda insanlar süni intellektdən və yaxud bu kimi platformalardan istifadə edərək pul qazanır. Mən də sizin üçün bir sayt paylaşım. Siz burada oyun oynayaraq və yaxud tapşırıq tamamlayaraq, video izləyərək ay ərzində normal qazanclar əldə edə biləsiniz. Saytımız tamamilə realdır. İndiyə qədər insanlara ən çox pul qazandıran saytlardan biridir və siz buradan qazanacağınız pulları bank kartınıza və yaxud kriptovalyuta coinləri kimi çıxarış edə bilərsiniz. Saytımız budur, Free Cash. Linkini verəcəm videonun altında. Həmin linkdən birbaşa giriş edə bilərsiniz. Elə mən videodan əvvəl yoxlamaq üçün, görün balansa pul gəlir yoxsa yox məqsədli istifadə etdiyim təxminən 1-2 dəqiqə link keçdim. Yəni linklər gəlirdi, o linkləri keçmək lazım idi. Və 50 sent pul verdi mənə. Yəni ilk dəfədir mən də bu sayta girib istifadə edirəm. Bu haqqda videolar falan görmüşdüm, bir neçə araşdırma da etdim. Daha sonra qərara gəldim ki, sizlə paylaşım. Saytın məntiqi nədir? Daxil olduq, hesab açandan sonra bizim qarşımıza belə bir bölmələr çıxır. Və deyir ki, məsələn, oyun təklifləri deyə bir bölmə var. Saytın dili sizdə fərqli ola bilər, İngilis, Rus və yaxud telefonunuzdan asılı olaraq. Ən aşağıdakı bölmədən, yəni menyuya gedirsiniz, oradan dəyişə bilərsiniz. Mən dəyişmişəm türk dilinə. Məsəl üçün, burada oyun təklifləri bölməsində bizə oyunlar göstərir. Hansı ki, məsələn, belə deyək də, bir dənə oyun seçir, verir bizə və deyir ki, bunu yüklə telefondan, saytda hesab açdığın e-mail ilə oyundakı e-mailin eyni olmalıdır ki, bunlar onu hesablaya bilsinlər. Deyir ki, bu oyunu yüklə, məsəl üçün 5 gün oyna. Yəni 5 gün bu oyuna giriş et oyna və yaxud bu oyunda 50-ci səviyyəyə çat. Və bunları yerinə yetirdikcə sayt sizə pul verir. Bundan başqa təkliflər də var. Məsəl üçün sizə testlər verir və yaxud belə deyək, anketlər verir. 10 suallıq, 15 suallıq. Amma baxın, anketlər hal-hazırda bağlıdır. Niyə? Deyir ki, sıra ilə tamamlamalısan. Yəni birinci bundan başlamalısan, ondan sonra digərlərinə getməlisən. Birinci anketdən pul az verir, 10 sent. Amma bunu tamamlasaz artıq sizə növbəti dəfə, məsələn baxın, burada üstü bulanıqdır, amma görsənir 1 dollar nə qədərsə verir buna. Bunları tamamlayıb pul qazana bilərsiniz. Və yaxud aşağı baxsaz digər pul qazanma üsullarını da görmüş olasınız. Saytımız ümumiyyətlə bu yöndə işləyir. Oyun şirkəti sayta məsələn pul verir ki, mənim oyunumu reklam elə. Sayt da bu pulu sizə belə qazandırır. Misal üçün deyək də, deyir ki, bu oyundan toplam 7 dollar qazana bilərsən. Baxın bu. İndi gəlin giriş eləyək görək bizdən nə istəyir bu 7 dolları bizə vermək üçün. Üstünə daxil olursunuz. Baxın, burada səviyyələri qeyd eləyibdir. Deyir ki, ilk olaraq bu oyunu yükləyirsən, 1 sentini verir. Oyunu yükləməyə görə. Hesab açırsan, yəni hesabını aktiv eləyirsən, 5 sent də elə verir. Ondan sonra oyunun içərisində müəyyən nə bilim onda tapşırıqlar var da, məsələn, oyun içində fabrikanı qurursan və yaxud öz işini falan görürsən. Deyim də mən oyunu bilmirəm deyə tam sizə məlumat verə bilmirəm. Yəni hər tapşırığı keçdikcə sizə baxın bu pulları verir və sonunda sizin balansınız olur 7 dollar. Yəni bunları məncə bütün bu verilən tapşırığı bu oyuna görə 200 günə tamamlamaq olar. 200 günə bunu tamamlayıb sadəcə bir oyundan 12 manat, 13 manat qazana bilərsiniz. Məncə məntiqi başa düşə bildik biz. Bundan başqa digər oyunlar da var təbii ki. Aşağılara baxsaq, bu anketlərə birazdan baxarıq, digər oyunu göstərəm sizə. Yuxarıda daha yaxşısı var idi, baxın bu, bir ona fikir verin, 800 dollar pul qazandırır bu oyun. Və yenə də deyirəm, bu sayt saxta bir şey deyil, yəni ay sizə yalandan oyunu yüklətsin, oynasın, amma pul verməsin, elə bir şey yoxdur. Sayt normal işləyir. Ödəmə sübutları da var, istəsəz internetdə araşdırıb tapa bilərsiniz. Və bu tip daha çox, əgər sizə sayt lazımdırsa, rəy bölməsinə yazın, mən sizə göndərim. Və yaxud Telegram qrupumuza qatılın, orada mən sizə köməklik göstərərəm. Misal üçün, bu oyundan sizə verir 147 dollar. Bizim puldan təxminən 250 manat. Gəlin, daxil olaq görək bizdən nə istəyir bu pulu vermək üçün. Deməli, oyunda səviyyələrə görə hesabını deyəsən yüksəldirsən 300, nə bilim 700, 900. Daha sonra bunları tamamlayandan sonra sizə pul verir. İndi bu tip oyunları məsələn bekar insanlar oynaya bilər. Yəni əgər vaxtınız varsa, vaxt sərf edə bilirsinizsə, gün ərzində 1-2 saatınız boşdursa, deyirsinizsə ki, yoxlayım görüm bəlkə normal qazanc əldə elədim.
Əgər belə bir boş vaxtınız varsa yoxlaya bilərsiniz. Yoxlamaqdan bir şey getmir. Sizdən pul çıxmır və yaxud başqa bir şey yoxdur. Ümumiyyətlə saytın məntiqi bu yöndədir. Və sizə olan ödəmələr də, baxın gəlin buradan göstərim. Burada bütün bölmələri izah eləyir ki, necə pul çıxara bilərsən. Mənim balansım 50 sentdir deyə, hələ ki mən bunu saytda stake eləyə bilərəm. Stake eləyə bilərəm və yaxud stake-ə çıxarış eləyə bilərəm. Başa düşdüm. PayPal-a çıxarış eləyə bilərsiniz, amma burada limit $5-dır. Azərbaycanda da PayPal çox istifadə olunmur. Visa, baxın, bank kartına çıxarış eləmək olur. Burada da limit $5-dır. Minimum $5. Bitcoin kimi çıxarış eləyə bilərsiniz. 65 sentdən $1000 qədər. Yəni 65 sent olsa çıxarış eləyə bilərsiniz. Litecoin kimi çıxarış eləmək olar. Solana coin kimi çıxarış eləmək olar. Yəni baxın, indi üzərinə belə daxil olub çıxarış eləmək olar, amma mən indi bunu çıxarış eləməyəcəm, çünki bu komissiya falan çıxsa elə mənə gəlib çatası nə qədər? Nə bilim bir 30 sent falan. Amma yenə də gəlin istəyirsiniz çıxarış eləyək. Pul gələndə mənim balansıma. Mən bunu sizə göstərərəm. Binance adresimə giriş eləyirəm pul çıxarmaq üçün. Sol altdan hesabıma bir dənə keçid eləyim. Binance-a uzun zamandır girmirəm deyə ola bilər ki, hesabımdan çıxış eləyib. Gəlin ən yaxşısı mən Trust Wallet-a daxil olum. Trust Wallet daha rahatdır. Əgər sizin də ümumiyyətlə kriptovalyutadan başınız çıxmırsa və yaxud coin nədir bilmirsinizsə, həm kanalımızda videolar var bu haqda. İzləyib məlumat ala bilərsiniz. Tamamilə pulsuz bir şəkildə məlumat əldə edirsiniz. Həm də ki, Trust Wallet yükləyin. Burada sizə ən sadə platformadır. Yəni coinləri çıxarış eləmək üçün, hardansa coin göndərmək üçün ən sadə platformadır. İndi buradan mən bir dənə adresimi kopyalayım. Çox danışdım, sizi də çox yormaq istəmirəm. Litecoin adresimi bura yazıb çıxarışa vuraram. Hesabıma da gələndə Telegram qrupumuzda bunu sizlə paylaşaram ki, bəs ödəmə aldıq. Elə ödəməni tez göndərsələr daha yaxşı olar ki, videoya da qoyaram, əgər tez gəlsə. Gəlin yenidən daxil olaq Litecoin-ə. Görürsünüz, balansımda 50 senti göstərir. Litecoin-i yapışdırdıq, maksimum tutarı deyək. 46 sent alacağım indi. Baxın, bunu deyirəm da, belə verməz birdən-birə. Deyir ki, balansımda yerək 2.50 ola. Yəni sayta girən kimi elə 50 sent qazan çıxar, belə bir şey yoxdur. Deyir ki, hesabında $2.50 sent tamamlamalısan. Baxın, burada da əslində yazıbmış. Biz ağılsızlıq elədik, buranı oxumamış getdik ora. 2 əllə eləyəndən sonra mən bunu çıxarış eləyib Telegram qrupumuzda paylaşaram. Onsuz da saytın ödəmə elədiyinə 100% əminəm. Belə gənclər, videomuz buydu. Əlavə nəsə sualınız olsa soruşa bilərsiniz. Və yaxud gəlin bizim Telegram qrupumuza qatılın. Orada mən və yaxud digər insanlar sizə köməklik eləməyə çalışarıq.